Bugün çizgi üzərində ovulyasiya necə olur və hansı günlərində olduğunu qızlarımıza başa salmağa çalışacağam, izah etməyə daha doğrusu. Demək qızlar, bizim aybaşı siklimiz adətən 26-34 gündən ibarət olur və aybaşının ilk günü aybaşının birinci günü sayılır. Yəni artıq qanlı axıntı gəldikdə aybaşının birinci günü sayılır. Bu qanlı damcılar deməkdir. Və tutalım ki, 26 gündən ibarət olan sikldan 14 gün qabağa, tam burada, yəni 14 gün qabağa ovulyasiya olma ehtimalı yüksəkdir. Daha doğrusu olur da ovulyasiya. Demək, siklımızın birinci günü, 14-cü günü və 26-cı gün son günümüzdən 14 gün qabağa, ilk günümüzdən 14 gün sonraya ovulyasiya bu günlərdə olur. Bu möcüzəvi ovulyasiya günümüz bu gün olur və artıq biz 10-cu, 11-ci günlərdə sizinlə ovulyasiya testindən istifadə edərkən ovulyasiyamızın olmasını görə bilərik. Adi test, yəni ovulyasiya testini sidik qabına, içində az miqdarda olan sidik qabına buraxarkən orada iki belə xətt görəcəyik. Təzə-təzə, yəni bir xətt görə bilərik, o deməkdir ki, hələ ovulyasiya baş verməyib. Artıq iki xətt gördükdə ovulyasiyanın baş verdiyini görəcəyik və ovulyasiya günü, yəni artıq 11-ci, 12-ci günündən 14-cü, 15-ci, 16-cı günü içərisində demək sizin cinsi əlaqədə olmanız vacibdir.